Assalamu aleykum əziz dostlar. Gözəller gözəl olan bizim Zaqatalamızın Tala kəndində dostlar. 41-45 abidənin yanında. Dostlar, bu həyəti, bu evi bir evə paylaşmışam. Bizə birisi ümid eləmişdi ki, gözləyin, səbr eləyin. Bankdan pul götürəcəm, nətər eləyəcəm, necə eləyəcəm. Bir dənə də evim var, satacağım, ondan sonra bunu götürəcəm. Yoxsa bura müştərilər çox olur. Gəlib bir dənə həddən az çox verməmişəm. Amma indi də fikrimiz var. Daha inşallah heç kimi gözləməyib təzədən paylaşım eləyirik Allahın izni ilə. İnşallah belə gözəl ev. Operator buradan başlayıb yavaş-yavaş apar bir dənə zəhmət olmasa göstər həyəti. Ay sağ ol. Əziz dostlar, girişdə qəşəng belə bir dənə naves. Bir dənə zəhmət olun navesi yaxından göstər. Geniş bir dənə navesdir. İçində kukla meyvelindən tutmuş, qazı suyu, işığı, hər şey. Yəni özləri üçün tikilən, əsl istirahət eləsə həyat bacar dostlar. Bakıda yaşayanlar, qonşu ətraf rayonunda yaşayanlar, şəhərimizin girişində, bu yandan Asma körpüyə yaxın, 41-45 abidə yanı mərkəzdir. Evin önündə uşaq bağçası var. Çox yaxşı yerdə, super yerdir. Həyətin bir dənə gözəlliyinə bax. Bir dənə stop elə gəlir. Və əziz dostlar, evi də görürsünüz. Gözəl tikili təzə evlə, həyətin bir dənə önünü çək zəhmət olursa bax. Nə qəşəng həyəti var. Həyətimizdə də dostlar, sanitar qovşağı var. Bu daroşka ilə girsən, həyət sanitar qovşağı da var. Həyətdə meri meyvəsi, gilası, xurması, bir dənə stop ilə yaxından başlayır. Və əziz dostlar, həyətin gözəlliyini görürsünüz bax. Dekorativ ağaclar. Ağatəsi, deməli, xurması, gilası, meyvəsi, narı, nə istəsəniz var. Ferxadan tutmuş var. Burada da basenya var. 16 tonluq basenya var. Burada da dostlar, nə hissə aça bilərsiniz. Birbaşa yola yaxındır. Yolun böyründə evin bu tərəfində qəşəng geniş yer var. Və əziz dostlar, deməli həyətimiz 14 sotdan ibarətdir. 14 sotdur. Kubçalıdır. Həyətində kubçası var, evində tək pasportu var. Rəsmi yerdir. Gəl bir dənə içərdən inşallah. Daxil ola, operator gəl zəhmət olursa. Bismillahirrahmanirrahim deyib evə daxil. Girişdə gözəl bir dənə yer dostlar. Baxın nə gözəldir. Belə bir dənə gözəl yer. Otur istirahət et, göstər ağacları, limon ağaclarını göstər. Girişdə belə bir dənə müayini gözəl. Baxın, işıqlı, gözəl. Bir dənə stopda içəri faneri. Dostlar, hamı Türkiyənin malıdır, yaxşı mallarına bax. Belə inşallah burada da bir dənə sanitar qovşağı. Bir dənə çək. Baxın nə gözəldir. Sanurca sanitar qovşağı. Vannasından burada bir dənə operator buranı da çək zəhmət olunsa. Çox super güzəldir dostlar. Və əziz dostlar, gəl buraya inşallah. Girişli bir dənə hol. İşıqlı bir dənə geniş hol. Bir dənə operator. Tələsmi bir dənə ətrafı göstər. Kondisioneri. İçində hər cür əşyaları var. Və inşallah gəl bir dənə operator buranı da çək. Burada bir dənə mətbəximiz. Mətbəx də tərtəmiz düzəlib, çox səliqəli, gözəl. Baxın dostlar. Mebelindən tutmuş hər bir şey var. Çox səliqəli. Və dostlar, girişdə də bir dənə qəşəng bir dənə, burada da bir dənə otaq. Gəl bir dənə. Ülgüsü var. Və deyən ki, bir dənə götür. İnşallah. Əziz dostlar, bu da ikinci otaq. Çək bir dənə ətraflı. Bir dənə kamera fıra zəhmət olunsa. Burada televizor qoyan yeri. Təmir olunub dostlar, çox gözəl təmir, səliqəli təmir olunub patologlar. Və əziz dostlar, gələk qiymətə. Qiymət 170 min manat deyilir. 14 sot həyətin içi kubçalı, suyu, qazı, işığı, remont olunan təmiri çox gözəl. Talanı da yol kənarı çox gözəl yer. 170 min deyilir. İnşallah razılaşma yeri olacaq. Dostlar, telefon nömrəsi xatıratım 077 512 74 76. Yenə deyirəm. 077 512 74 76 nömrəsinə zəng edin, ətraflı gətirək göstərir. Dostlar, alana da, satana da Allahdan xeyirlisi. Bəyənin, paylaşın, xahiş edirəm, hamı görsün. Sağ olun.